Sabiq deputat Peterdə 60 milyon otel aldı. Sankt-Peterburqda yerləşən Nikos Kiriadi kompleksinin yeni sahibi Azərbaycanlı iş adamı Əsabil Qasımov olub. Alınmış kompleksin balansında 2 otel və şəhərin mərkəzində yerləşən bərpa olunmuş binada kommersiya daşınmaz əmlakı var. Aktivin alıcıları Şamama Qasımovaya məxsus Sanatoriy İstoçnik və Talih Qasımova məxsus Expo MMC olub. Şirkətlər Azərbaycanlı milyarder, aqrar yönümlü Qarat Holdingin rəhbəri keçmiş deputat Əsabil Qasımovla əlaqəlidir. Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqda mehmanxana daşınmaz əmlak segmentində ən iri müqavilə olub. Qeyd olunan aktivlər üçün Qasımov 3,5 milyard rubl, təxminən 51 milyon manat ödəyib. Obyektlərin ümumi sahəsi 27,9 min kvadrat metr təşkil edir. 1789-cu ildə inşa edilmiş Nikos bazarının binası keçmiş sahibi tərəfindən 2010-cu ildə 420 milyon rublə, təxminən 7,1 milyon manat alınıb. Qeyd edək ki, Əsabil Qasımov keçmiş deputatdır və hazırda geniş biznes şəbəkəsinə malikdir. Xəbərlə bağlı məlumat isə Trend agentliyində yayımlanıb.